Əziz tamaşaçılar, sizin övladlarınız hansı sayını seçirsə seçsin gələcək üçün, amma düzgün seçilmiş universitet bu doğrudan da çox böyük bir addımdır. Studiyamızda, bax belə bir universitetdən sizin övladınız tələbə ola bilər. Studiyamızda University Technology Malaysia, deməli UTP Universitetinin marketinq və tələbə qəbul şöbəsinin direktoru Zulkarnan Abdu, eyni zamanda Rövşən Bağırov Malayziyada təhsil layihəsinin tərəfdaşı studiyamızdadır. Tun Faligi UTP Universiteti marketinq və tələbə qəbul şöbəsinin baş mütəxəssisi və eyni zamanda da Rail bəy, Rail Ali Mühəmmədzadə tərcüməçi. Xoş gördük sizi. Hansı dildən tərcümə eləyəcəksiniz? Malayziya dilindən? Yox, ingilis. İngilis dilindən. Tamam. Mən ilk növbədə icazənizlə Rövşən bəyə sual vermək istəyirəm. Rövşən bəy, ümumiyyətlə Malayziyada təhsil layihəsi nədir bu? Və açığını deyim ki, mən hər yay veriliş aparıram, orada xaricdə təhsillə bağlı olur və ilk dəfə belə bir şans var Malayziyada təhsil. Maraqlıdır. Təşəkkür edirəm bu imkana görə. Əslində, doğru söylüyorsunuz, biz diplomlar barədə deyil, insanımızın, tələbələrimizin, ailənin, ölkəmizin sonuçda gələcəyinə qoyulan sərmayə barədə danışırıq və bu baxımdan Malayziyada təhsil xüsusi əhəmiyyət kəsb edir. Mən qürurla deyə bilərəm ki, artıq 4-cü ildir ki, biz bu istiqaməti sistemli, peşəkar deyərdim bir şəkildə həyata keçirən qurumlardan biriyik Azərbaycanda və iki ölkə arasında təhsildə körpülərin və körpünün hətta deyərdim yaradılmasına yardım edirik. Malayziya ilə bağlı Malayziyada təhsil nə kimi? Üstünlüyü, çünki hər bir düzdür, Malayziya bizə çox egzotik görünür, çox maraqlı görünür. Əslində hər gün gördüyümüz bir ölkədə deyil. Amma xəbərlərdən bilirik ki, əminaman yerdir. Yəni bir insanın yaşaması üçün, oxuması üçün, işləməsi üçün problemsiz yerdir. Grand Prix-nin keçirildiyi yerdir. Bakı kimi yeri gəlmişkən Malayziya Grand Prix-sini gözəl bilirik. Petronası da görürük, bəli, universitet ondan sıx bağlıdır. Forması çox doğma gəldi. Ona görə üstünlükləri, indi mən sadaladığım uzaqdan görünəndir, amma yaxından üstünlük nədir? Üstünlüklər orada həqiqətən də çoxdur. Mən bir neçə məqama toxunmadıqdan öncə demək istəyərdim ki, bizim tələbələrimiz hal-hazırda oraya gedirlər və orada əldə edilən praktik təcrübələri, bilikləri əldə etdikdən sonra ölkəmizə dönürlər və gələcəyinə, yəni bizim ölkəmizin iqtisadiyyatına, elmi inkişafına tətbiq edirlər və tətbiq edəcəklər. Eyni zamanda bizim iki ölkənin universitetləri arasında da birbaşa əlaqələr, akademik əməkdaşlıqlar, tərəfdaşlıqlar qurulur. Amma səbəblərə gəldikcə birinci səbəb məncə təhlükəsizlik. Dünyanın ən təhlükəsiz ölkələri reytinqindədir. Və yəni oradakı eyni zamanda multikultural mühit və o yüksək təhlükəsiz valideynlər üçün və tələbələr üçün böyük və çox vacib bir amildir. İkinci, altını çizmək istərdim, vacib olan amil əlbəttə ki, yüksək keyfiyyət, diplomların keyfiyyəti və dünyada tanınması. Bir tərəfdən Malayziyanın universitetləri dünyada artıq tanınır və QS reytinqlərində və digər reytinqlərdə çox yüksək yerlər tutur. Digər tərəfdən isə ölkə Qərbi Avropa ilə, Amerika ilə birbaşa deməli əməkdaşlıq həyata keçirir və bu barədə çox danışmaq olar. Üçüncü vacib bir amil var, ona mütləq toxunmalıyam. O da ki, əlçatanlıq. Yəni qiymətlər Qərbi Avropa, Amerikaya nisbətdə çox münasibdir və yaşam üçün, xüsusən də yaşam qiymətləri fantastik uyğundur. Amma həyat səviyyəsi və təhsilin keyfiyyəti çox yüksəkdir və mühit. Amma burada icazə versəniz, mən istəyərdim deyim ki, IT, yapay zəka, yəni süni intellekt, iqtisadiyyat, biznes və digər sahələrə böyük sərmayələr qoyulur. 450-dən çox, 500-ə əslində çatır rəqəm, ali təhsil müəssisəsi fəaliyyət göstərir orada və dünyanın bir çox ölkələrindən 100 mindən çox tələbə orada təhsil alır. Və QS reytingində 200-lük
deməli ən azı 200-lüyü Rankingdədir. Fransa ilə deməli o yerləri bölüşür universitetlərin sayına görə. Aha. Və Kuala Lumpur şəhəri tələbələr üçün ən gözəl şəhərlər siyahısında dünyada 12-ci yer tutur. Möhtəşəm. Və bir dənə də vacib icazə versəniz Amilə toxunum. Ümumiyyətlə oradakı təhsil əmək bazarının tələblərinə əsaslanır. Deməli real layihələrə əsaslanır və ilk 6 ay deməli sonra universitetləri bitirdikdən sonra məzunlar 90%-dan 100%-ə qədər, yəni 6 ay ərzində işə düzəlmək, yəni göstəricilərdə şansı var və yəni bu əmsal bu qədər yüksəkdir. Cənab Əbdül, xoş gördük sizi bir daha və University Technology Petronası ümumiyyətlə təqdim eləyin, ümumiyyətlə bu universitet haqqında məlumat verin. Azərbaycan və regionda olan tələbələr üçün, məsələn, niyə təhsillər məhz bu təhsil üçün bu universiteti seçməlidir və hansı hazırlıqlar var, hansı proqramlar var, bakalavr, magistratura, aspirantura, buyurun. Could you introduce University Technology Petronas to us? Okay, first of all, thank you Which very much. preferences as, yes. First of all, thank you very much for having this interview. So let me introduce a little bit about University Technology Petronas. The university is known as UTP, University Technology Petronas, UTP, established in 1997. Okay, just 29 years, but we are considered young. And as mentioned by Mr. Roshan, we are the #1 university based on Times Higher Education World University Ranking, #1 in Malaysia. Wow. All right, at the young age. University Technology Petronas veya kısaca UTP 1997-ci ildə Malayziyanın milli neft və qaz şirkəti olan Petronas tərəfindən təsis edilmiş Malayziyanın aparıcı özəl tədqiqat universitetlərindən biridir. Perak ştatında yerləşən universitet mühəndislik, texnologiya, elm və biznes sahələrinə fokuslanır. UTP sənaye yönümlü bir universitetdir. Bu da deməkdir ki, gördüyümüz bütün işlər güclü akademik baza, tətbiqi təlim və sıx sənaye əməkdaşlığı vasitəsilə tələbələri real iş dünyasına hazırlamağa yönəlib. Proqramlarımız ingilis dilində tədris olunur, beynəlxalq səviyyədə tanınır və müasir laboratoriyalar, eləcə də güclü sənaye tərəfdaşları ilə dəstəklənir. Maraqlı məsələlərdən biri əlbəttə ki, tələbələri maraqlandıran, indi bunun qədəri başqa mövzudur, amma əsas oldu ki, olsun. Təqaüd, maliyyə məsələləri. Təqaüd, yəni Azərbaycanlı tələbənin orada maliyyə dəstək almaq, təqaüd almaq şansı nə qədərdir? Could you tell us about the scholarship programs that the Azerbaijani students could apply to UTP? Yeah, so under this Azerbaijan State Scholarship, the student can apply direct to the government. Okay, once they qualify, and then they can contact the university, and we can give them the offer so that they can join us. So the government in Azerbaijan, they will state which programs that they can apply, including our new program. The first in Malaysia is called Integrated Engineering. It's a very comprehensive program. Okay, it's a very special program because we guarantee employment for the students who enroll in this program. Yeah. Tələbələr birbaşa UTP-nin rəsmi onlayn müraciət sistemi vasitəsilə sənəd təqdim edə bilərlər və əslində UTP Universiteti Azərbaycan Dövlət Təqaüd Proqramının siyahısına da girir. Yəni Azərbaycanlı tələbələr dövlətin sponsorluğu ilə bu universitetlərdə oxuya bilərlər. Azərbaycan Dövlət Təqaüd Proqramı üzrə müraciət edən namizədlər isə müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş prosedurlara əməl etməli və UTP-nin qəbul edici universitet olaraq seçməlidirlər. Bundan başqa, yəni elə insanlar var ki, yəni bakalavriatı burada bitiriblər, amma magistraturunu məsələn Malayziyada həmin bu universitetdə oxumaq istəyəcək. Belə bir imkan varmı? Aspirantur oxumaq üçün və s. Could you tell us about the postgraduate studies and programs? Maybe you can ask my colleague. So thank you for the interview. Right. So UTP also offers programs in postgraduate, masters and PhD in coursework and also research programs. So these programs are crafted specifically for the working professionals and also who are seeking for innovation, to seek to advance their knowledge and skills. UTP həm kurs əsaslı, həm də tədqiqat əsaslı magistratura və doktorantura proqramları təklif edir.
Kurs əsaslı proqramlar qabaqcıl bilik və peşəkar bacarıqlar əldə etmək istəyən mütəxəssislər üçün uyğundur. Tədqiqat əsaslı proqramlar tədqiqat üzrə magistr və doktorantura olmaq üzrə innovasiya, problem həlli və dərin elmi araşdırmalara yönəlmişdir. Şagirdlərə, valideynlərə, çünki bizə baxırlar, xüsusilə valideynlər daha çox baxır, təbii ki, şagirdlər dərsdə olan vaxt ola bilsin, amma tövsiyələr, bir də bu universitet sənəd qəbulu bir zamanı kəsiyi varmı? Yəni, Qəbul nə bu vaxt önəmli başlayır? məsələ. Bu Bu iki önəmlidir. sual. Yəni, valideynlərə, şagirdlərə bir istiqamət verək, tövsiyələrimizi deyək və əsas da o qəbul vaxtını. Və ən əsası hər hansı bir sınaqlardan yəni keçmək lazımdır, imtahan varmı, yoxsa necə etmək olar? Could you tell us about the application dates of the university? Okay, so we offer 3 intakes per year, all right? So January, May, and September. So for the January coming is the May intake, all right? So we are opening our application until 27th of February. Also, if for the 11th grade graduate students, so they may apply for our September intake starting from the April until June. Əslində universitetin tələbə alımı yanvar, may və sentyabr olmaq üzrə dəyişir. 3 dənə alım periodları var. Əslində universitetə alım eləyəndə IELTS imtahanı lazım olur. Ondan başqa qiymətlərin olduqca yüksək, 11-ci sinif qiymətlərinin olduqca yüksək olması tələb edilir. Və Rəsman, bəli, Pərvin. Rüşən bəy. Bəli, yəqin ki, onu da demək lazımdır ki, bu son sadəcə 3 ildə, çünki bilirsiniz ki, baxmayaraq ki, Malayziya indi dünyada ən inkişaf etmiş müsəlman ölkəsidir və ümumiyyətlə texnoloji baxımdan o artıq dünyada öz sözünü deyib. Sadəcə 3 ilin içində, yəni Azərbaycanda bu barədə məlumat çox az idi. Artıq 60-a yaxınlaşan bir say var ki, tələbələrimiz fərqli universitetlərdə orada oxuyurlar və Lingva deməli mərkəzi ilə bir yerdə həyata keçirilən bu yəni layihə artıq öz dinamikliyi ilə göstərir ki, Azərbaycanda buna böyük bir maraq var və mən hətta bu şəkildə deyərdim ki, Malayziyaya açılan yeni üfüqlər real gələcəyə əsaslı ümidlər verir. Möhtəşəm bir fürsətdir. Bəli, bəli, həqiqətən. Çünki bütün yeni sahələr barədə burada məlumat əldə etmək olur və orada təhsil alan tələbələrin diplomları dünyada tanınır. Və çox lakanik, bəli, istərdim uşaqların yerləşdirilməsi və s. bütün bunlar üçün şərait varmı? İcazə versəniz, mən deyim, lakanik, tamam. Həm universitetlərin kampusları var. Mən dediyim kimi orada çox münasib qiymətlərdir. Və eyni zamanda tutaq PhD oxuyanlar, magistraturanı bəzən oxuyanlar, onlar ayrı qalmaq istəyirlərsə, bunun üçün, yəni Malayziyada çox gözəl infrastruktur var. Bunu da biz tövsiyə edirik. Dostlar, təəssüf ki, vaxtımız azdır. Yəni az deyəndə əslində maşallah, yəni çox danışdıq, kifayət qədər bizim verilişdə ümumiyyətlə nəzərə alaraq. Amma doğrudan da Malayziya möhtəşəmdir və bugünə qədər açığın deyim ki, yəni mən həmişə təəccüblənmişəm, dünya bizim uşaqların elə bir imkanı yoxdur. Çox minnətdarım, çox böyük iş görürsünüz və xeyirli olsun, uğurlu olsun. Bugünlük bizdən bu qədər və deyirlər tez sağollaşması uşaqları qoyun, valideynləri unutmayın. Təhsili şərqdə, tətbiqi qərbdə axtar. University Technology Petronas. Hələlik. Bəli, möhtəşəm.